Hər sizə salam, mən Jakras. Xoş gördük sizi yeni YouTube videomda. Keçək güncəlləmə ilə bağlı 1-2 dəstə tanıtımına. Deməli, burada əsas ümumiyyətlə statistika ilə baxanda ən güclü dəstə bu gedir hal-hazırda. Ən güclü deyəndə, yəni güclü və yetənək istəməyən bir dəstədir, belə deyim. Yəni daha sonra ki, əvvəlki videoların bir-ikisində mən bunu tanıtmışdım, səhv eləmirəmsə. Deməli, 4 dəstə, burada Chief Dev Prince var, Devi sırf yoxlamaq üçün ki, Devin o qədər güclü olduğunu əslində düşünmürəm ki, oynamamışam da heç. Deməli, burada mezarlıq dəstəsi var ki, mezarlıq dəstəsinin fikrimcə çox güclü olacağı, yəni beynimdə var. Ondan sonra bir də fan dəstəsi var. Prosta burada buz golemin çıxardıb şövalye əlavə eləmişik ki, başlayaq birinci bu dəstə ilə keçək oyuna. Deməli, əlimizdə əslində golem olsaydı, elə birbaşa golemlə də başlaya bilərdik. Düzdür, normalda biraz qorxulu hamledir, amma ki, dəstənin gücü ona imkan verir ki, birinci əldən golemlə başlayaq. Bu arada varilə dəhşət çox zəiflətmə gəlib, ondan sonra yavru əjdər də eyni zamanda əvvəlki kimi kartları sürətləndirmir evriminə. Bir də cəlladın evriminə zəiflətmə gəlib, hansı ki, əvvəl yaxından daha çox hasar verirdi, indi isə onu azaldıblar. Başqa hələ ki, yəni, gördüyüm kartlar içində, yenə bir ikisi var. Misal, bir dənə ataka çıxım deyəcəm. Hayalət. Hayalətin evriminə də zəiflətmə gəlib. Deməli, hayalətin yanına düşən o qoruyucular, belə deyim. Onlara düşmə hasarı, bir də ki, vuruş hasarları 22% səhv eləmirəmsə azalır. Nəsə, hayalətlə bunu dəstəkləyək. Bir də cəllad evrimi ilə bunu kəsək. Əla. Özəlliyi basacaq deyəcəkdim, elə çünki yavru əjdəri qorumaq üçün, hansı ki, yavru əjdəri indirləyək, ona daha çox lazımdır. Minipekka isə çox belə super iş görəcək. Əslində, özəlliyi basa bilərik. Basamədik. Bizim cəlladı yəqin ki, onu kəsər. Aha, özəlliyi bastı. Çox da bir yəni, köməyi olmadı. Ara yerdə bir iksir ziyana getdi. Ki, cəllad da ki, maşallah kuleni bir 300-ə saldı. Ki, yəni adam oyunu salsa daha yaxşı olar. Axat yoxdur bir də. Bunun defansı ilə bir oyun çıxartmaq üçün ki, yavru əjdər evrimli elektro əjdəri var falan filan da adında golem oynayır. Hayalətlə arxadan çıxaq. Deməli, bizim indi bir dəqiqə gözümüzü qorxudan evrimli elektro əjdərdir. Yəni, başqa hələ ki, hər şey qaydasındadır. Deməli, minipekkanı arxadan atıram. Əla. Yəni, altın şövalyenin elə vuruşları səhv eləmirəmsə birbaşa ona getdi. Özəllik çatmadı, amma olsun. Yenə də pis defans eləmədik. Sadəcə 300 neçə vurmaq lazımdır kuleyə. Problem odur. Yəni, birbaşa körpüdən golemdən ataka çıxaq. Evrimli elektro əjdər əlində deyil, ona görə çox da belə bir şey eləyə bilən deyil fikrimcə. Minipekka bunu kəsəcək. Buradan bunu bir dənə donduraq, qoy kuleyə yapışsın golem, oyunu aldıq. Yəni, bu golem dəstəsi həqiqətən çox gözlüdür. Əlavə bir, necə deyim, skillə ehtiyac yoxdur. Keçək digər dəstəyə. Deməli, ikinci dəstəmiz fan dəstəsidir, hansı ki, onsuz da belə fanlı götürsək, yaxşı dəstədir, amma yetənə istəyən bir dəstədir. Sadəcə, məncə, buz golemini çıxardıb yerinə şövalye alandan sonra daha güclü olacaq. Deməli, adam mega şövalye oynayır. Kulübə ilə də başlaya bilərik əslində açılışa. Balonla da ataka çıxa bilərik əslində. Şövalye ilə buradan savunarıq. Yəni, bıçağı yoxdur deyə belə bir hərəkət elədim, amma havaya minyonları var imiş. Yenə də eybi yox. Ölüm hasarı vuracaq.
Nəysə, biraz pis başladıq. Əlini bilmədiyimizə görə. Amma eyb yox, yenə də oyunu çevirmək olar ki, hələ silahşörü də yoxlamamışıq. Yəni, normalda bunda silahşör evrimi olurdu, amma indi silahşör evriminin yerinə şampiyon almaq daha belə sərf eləyir. Deməli, ki, silahşördür, şövalyedir, hələ bunlarla biz oynamamışıq deyə. Tam da hakim deyiləm, belə deyim, kartlara. Yəni, özəlliklərinə falan ki, bəzən səhv də bastığım olur. Okey. Defansı qəşəng elədik. Buradan minyonlar ata bilər əslində balona. Madencini ataq fişəkçiyə. Evrimli skeletlər, ümid edirəm ki, yaxdır. Aha, vəsə. Uy, madenciyə bax. Yine silahşörlə defansı açaq. Ondan sonra varil. Əslində iksir olsaydı şövalye plus balon eləyərdim, amma o boyda iksirimiz olan deyil. Əlində belə baxıram heç nə yoxdur, ona görə heç nə deyəndə bu nəzərdə tutmamışdım, yadımdan çıxmışdı. Yəni 7 iksir çatdıracağını düşünməmişdim, amma sonunda yəqin ki çatdırdı. Sağ tərəfə çox da hasar verməsin. Aha, əla. Düzdür, biraz iksir gözətdik, amma olsun. Ana pleni aça bilsəydi çox yaxşı olardı. Silahşör ölməyib bu arada. Yəni biraz əslində vəziyyət pisdir. Minyonlar əlindən çıxdı deyə indi balonla atak eləyə bilərik əslində də. Adamlar imkan versə. Əla, oxlar da əlindən çıxdı. Şövalyə dalıca. Aha, sırf bu kombonu eləmək istəyirəm sabahdan, amma oyun imkan vermir. Əla, balon vurdu. Birində vurdun, super. Yəni, səhərdən əlimə denk gəlmirdi də, belə deyim. Bu kombo çox gözəldir. Yəni, balonu atırsan qabaqdan bir-iki dənə vuruşun balonu eləyir, sonra bu qalxanla falan filan vuruşları özvə yansıdırsan, balon da gedir kuleyə hasar verir. Keçək digər oyuna. Deməli, mezarlıqda da yenə eyni temadır deyərdim. Ki, şövalyə ilə tanklamasan belə, şövalyədən sonra bütün kartlar, mezarlığa atılan kartlar şövalyəyə gəlir. Ki, kulübə olaraq da Goblin Cage almışam. Çünki ümumiyyətlə evrimi çox güclüdür. Yəni, istənilən bu div kartın bura çəkib rahat kəsə bilir. Ki, elə açılışda bununla elədir. Bir də mezarlıqda belə bir problem var ki, əl çox vaxt ilişir. Yəni, bir kartla oynamaq məcburiyyətində qalırsan. Yəni, misal, indi əlimizə baxsaq, 3 dənə büyü var. Mezarlıqda indi büyüdən saysaq. Yəni, onun üçün açılış bir hamlesi belə deyim yoxdur. Bax, hələ ki bir cərgə ilə oynayırıq. Buz büyücü plus yavru əjdər. Burada şövalyə ilə buz büyücünü qoruyaq. Yəni, cəllat vurmasın ən azından buz büyücüyə o mənada. Kartlarımız əslində yığılıb, yenə də mezarlıq ata bilərik deyə düşünürəm. O, kakraz adamın ataka çıxdığı moment oldu. Düzdür, sağ tərəfdən çox da hasar verə bilən deyil deyəcəkdim. 1000 hasar vermişik. Normalda indi mezarlıq oynamıram, o ayrı məsələ. Amma ona rəğmən yenə də çox belə qəşəng hasar verdik. Ki, buradan bir dənə varil ata bilərik, özəlliyə basma, əla. Yenə mezarlıqla girə bilərik. Normalda 1x-də mezarlıqla bu qədər girmək o qədər də yaxşı deyil, amma ki, eşləşmədə kartlarımın yığılmasıdır falan filan imkan verir ki, mən rahat mezarlıq atım. Amma şövalyə mezarlığı mən göstərə bilmədən oyun qutardı.
Yine Goblin Cage tikirəm. Yəqin ki, qabağına iksir qoyulama ata bilər maksimum. Buz büyücünü buradan atıp üçlü defansdan savunmaq olar. Ki arxasından baxaq görək nə atacaq. Buz büyücüyə əl vurma. Sonra yavru ejderlə də ki savundıq. Sol tərəfə varil ata bilərəm əslində. Onsuz da atmasaydım da belə savunacaqdıq. Ki yəni bu qədər. İndi mezarlığa nəsə atsa deyəcəkdim. Ata bilmədi. Bu qədər. Keçək son səhv eləmirəmsə son dəstəmizə. Sandıqları açaq ki, düzəməli bir sandıq da vermədi. Nəsə, keçirik bu çift dev prensə. Normalda mən ümumiyyətlə dəstə olaraq bunu çox xoşlayıram, amma ki, çift dev prens deyərdim o qədər də iş görə bilmir. Amma dev bilmirəm indi gücləm, yəni bu şampiyon temasına görə falan filan nə ataq bura. Əlimizdə də bir şey yoxdur. Bu şampiyon olandan sonra dev bəlkə bu dəstə indi yaşaya bilər. Görək indi başımıza nə gələcək. Deməli, adam nə oynayır? Adam nə oynadığı haqqında heç bir məlumatım yoxdur. Elə devlə arxadan çıxam kakraz biraz iksir işlətdi. Deməli, Valkyrie var. Valkyrie tullaya bilərik 2 iksirli bir şeylə. Böyük ehtimal Kulibesat da var. Amma hələ ki tam da oyun olaraq o bilgiyə sahib deyilik. Biraz zap atırıq. Əslində özəlliyi basa bilərdim də, amma hələ ki dəyməzdi. Ev yox. Deməli, körpüdən prenses basa bilər. Onun üçün altın şövalyenin, altın deyirəm, kara prenses etaj. Yenə də ataq. Yoxsa onsuz da Valkyrie öləcəkdi. Allah bir dənə hasar verdik. Deməli, bunu tanklaya bilər, görəsən. Hafsi ala. Deməli, bizim burada eləyə biləcəyimiz şeylər əslində çoxdur. Yəni, devlə arxadan çıxırıq. Rəqibin atak kartı tam olaraq hələ bilinmir nədir. Böyük ehtimal fıtsız atdı ki, hələ atmayıb. Ortadan kulüp atsa, ildırımdan vurmaq olar. Bura prens. Əla ildırım, amma ki yox, əla olmadı bu arada. Yo. Əla olubmuş. Prens öldürsün deyəcəkdim, öldürmədi. Nəysə, eybi yox. Çarpmanı ata bilərdim misal üçün, amma çarpma da bir işə yarayan deyildi deyə ona görə atmadım. Dark Prens bunu kəssin, buradan Prens. Əla. Bir dənə öfkə. Ki, dəstənin defansı okey, yaxşıdır da. Amma yenə dediyim kimi çox da yaxşı iş görə bilmir. Dev yenədən qabaqdan atırıq. Heyif ki, prensesə hələ ki bir şey eləyə bilmirik. Dark Prens yenə öləcək. Mega Minyon amma kəsə bilər. Əla. Devinə hələ ki özəlliyin işlədə bilməmişəm. Heç hamısı kuleye vur bir dənə. Bu arada xəstəliyimiz hələ tam getməyib. Ona görə bəzən öskürə bilirik. Evrimli bombasını daha yaxşı yerdə işlətmək olardı, amma belə də işlətmək olar deyə düşünürəm. Buradan bir dənə ildırım. Yəni ən azından kartlarla vura bilmiriksə ildırımlardan vuraq. Amma adamın atak kartı yoxdur. Məni o biraz beynimi qarışdırdı. Buradan heç olmasa bir dəfə özəlliyinə basaq. Sırf onu özəlliyə basın deyə bastım. Yoxsa bir işə yaramadı. Əla.
Deməli bu skeletlər üçün falan atmışdım da çatdıra bilmədik. Uy, adamın raketi var imiş. Biz elə körpüdən çıxa bilərik. Prens ortadan, yəqin ki kulüb atar ortaya. Bura zap. Sırf onun şarjını kəsmək üçün. Mən niyə devi adama deyərlər atmadım özəlliyin. Özəlliyi indi yəqin ki Valkürdən zaten atar maksimum. Eləyə bilmədik. Bura bir dənə zap. Dev. Adam raşet atacaq. Qəşəng oyun idi, amma adamın atak kartı yox idi deyə bu qədər əziyyət çəkdi. Amma raketlərlə, yəni adamın onsuz da məqsədi oydu. Raket çevirib, defans eləyib raket çevirmək, amma qismət olmadı. Ki dəstənin əslində defans falan güclü idi və mən əslində devi yaxşı işlədə bilmədim. Devi işlətsəydim, bəlkə də oyun bu qədər uzanan değildi. Yəni bəzi hissələrdə 8 dənə. Bəzi hissələrdə devin özəlliyin basmalı olduğum halda basmadım. Misal üçün evrimli Valkür gələndə özəlliklə mən digər tərəfə atmalıydım 1-2 dəfə, 3 dəfə. Yadımdan düşmədi. Çünki dev dediyim kimi oynamıram ümumiyyətlə. Devi də ancaq 1-ci, 2-ci arena oynayanda oynamışam. Ona görə yəni vəziyyət belə oldu. Ki yəni dəstələr bulardı. Ki 4 oyun oynadıq. Bu qədər oldu. Təşəkkür edirəm izlədiyiniz üçün. Like atıb abunə olmağı yaddan çıxartmayın. Sağ olun, özünüzə yaxşı baxın.